Bir qadın kişisiz keçinə bilər həyatda. Tutalım, mənim evladlarım var, artıq böyüyüblər, artıq mən özgürlük istəyirəm, bu azadlığı istəyirəm. Yəni kişi ilə də yaşamaq, bu da bir ayrıca bir, yəni məktəbdə ayrıca. Bu da ayrıca bir işdir. Yəni onun öz kaprizləri var. Sənin, yəni düşünürsünüzmü? Qadın kişisiz var ola bilər və kişi qadınsız var ola bilər. Düşünmürəm, xeyr, mən düşünmürəm bunu qətiyyən. Hər qadının həyatında bir kişi olmalıdır. Mütləq olmalıdır, amma bilirsiniz necədir? Bu da ayrıca bir geniş bir mövzudur, amma mən bundan bağlı net bir yəni fikrim var. Mən heç vaxt feminizmin tərəfində olmamışam. Heç bir zaman qadınlar idealdır, qadınlardan yaxşısı yoxdur, kişilər pisdir deyə yanaşmamışam. Uyğun olmayan insanlar var, bir-birinə aid olmayan insanlar var, amma qadının da mütləq həyatı olmalıdır, kişinin də həyatı olmalıdır. Amma bir daha vurğulayıram, qadının həyatı kiminsə həyatı bəhasına olmamalıdır. Yəni bilirsiniz necədir? Mən həmişə deyirəm ki, bir-birinə uyğun və bir-birinə yolları kəsişən, yəni mən məsələn tutam, biraz bu dərin mövzudur. Məsələn, evli insanın həyatında ikinci olmaq məsələləri, yəni mən buna əks edən insanlardanam. Niyə? Çünki düşünürəm ki, bir insan bir insana uyğun gəlmirsə, o insanla yollarını ayırıb, sonradan bu insanla ailə qura bilər də. Yəni məcbur deyil ki, kimsə kiməsə görə ailəsini dağıtsın ya da digər evdəki xanımına əzab versin, əziyyət versin, başa düşürsə. Mən düşünürəm ki, qadın bir kişi həyatında olmalıdır, necə ki, kişinin də qadın həyatında olmalıdır. Amma bu iyrənc şəkildə olmamalıdır, başa düşürsünüz. Mənim narahat olduğum məqam bu dəqiqə, bu da həyatda. Çünki buna sürüklənirlər qadınlar. Mən bundan çox narahatam. Yəni, əgər sizin xoşbəxtçiliyiniz başqasının bədbəxtçiliyi üzərində olacaqsa, bunu etməyin. Elə özünüz də xoşbəxt ola bilərsiniz, övladlarınızla, işinizdən, gücünüzlə. Yox, əgər ki, siz görürsünüz ki, keçinə bilmirsiniz, həqiqətən də yəni əgər özünü komfortda hesab edirsənsə kişisiz də, yəni bu normal haldır. Kişiyə də aiddir, qadına da aiddir. Yəni kimisə bədbəxt eləməkdənsə, bir də bilirsiniz, yenə də deyirəm, hər bir insanın kamillik dərəcəsi var. Yəni qadına kişi nə üçün lazımdır? Birinci bunu tapmalıdır.